Bunlar məzarlıqlardır. Çay da axır. Bu Manisada yerləşən Ağlayan Qayadır. Adına Ağlayan Qaya deyirlər. Göy uşağı olmayan bir anadır. Gözlərindən yaş gəlir Pərşənbə günü. Amma bəziləri inanır, bəziləri inanmır. Sadəcə olaraq dini bir əfsanədir. Bax, bu çıxıntılardan Pərşənbə günü yaş gəlir. Yəni, uşaqları danışdı, rəvayət elədi. Mən də maraqlı oldum. Gəldim, dedim, çəkim. Burada qayanın bədbin bir tarixi var. Ağlayan anadır, uşaqlarını itirib. Çox gözəl mənzərəsi var buranın. Elə turistlər ancaq bu mənzərəyə görə gəlirlər. Buradan baxanda bütün Manisa hamısı görünür. Tarixi bədbin olsa da biz baxdıq. Çox rahat bir yoldur. O qədər də çətin bir yol deyil. Deyim sizə. Hətta başına qədər çıxanlar var. Bütün mənzərə Havsadan Nəyanın altındadır. Gözəl mənzərəsi var, ona görə də turizm avtobusları burada çoxdur. Burada kənd evləri var, amma tərk edilmiş evlərdir. İnsanlar buraya gelir, tur şirkətləri. Bura amfiteatr oxşuyur. Buradan bütün Manisa görünür. Ağlayan Qaya. Gördüğümüz bir tane camilerden biridir. Camiye girə bilmədim çünkü cami bağlıydı, bağlamışdılar. Bir tane hamamdı bu. Hamam da istifadəyə verilir. Hal-hazırda ödənişli bir şəkildə xidmət göstərir. Sadəcə içərisinə girmədim çünkü içərisində burada çimməyə gələn adamlar var. Paklanmaq üçün. Gülgün Hatun hamamıdır. Həm də bakım şifanə kimi fəaliyyət göstərir. Əsasən hamamdır. Gəlin bir hamamdır, amma üstündə tarixi yazılması bilinmir. Bir tane de böyle bir külliyənin bir binasıdır. Ama bu binada kapalıydı. İvas Paşa Camisidir. İvas Paşa'nın özü 1889-cu ildə anadı olubdu. 1484-1485-ci ilində düzəldilmiş bir camidir. 700 il tarixi var. Yəni o qədər möhkəm bir camidir ki, məsciddir ki, bu məscid düzdür. Yuxarılarına baxımsızdır biraz. O qədər yəni məsciddir ki, hətta bu məsciddə möhkəm məsciddir ki, nə qədər zəlzələlər, nə qədər hadisələr baş versə də bu məscidin yəni divarları bu qədər möhkəm qalıbdır. Heç bir şey olmayıb. İvas Paşa Osmanlı paşalarından olubdu. Həmin bu İvas Paşanın özünü də həmin bu camidə dəfn edibdilər. O dövrün qəbirlərinə diqqət yetirilməli, çox yəni kiçik bir şəkildə inşa olunurdu. Üzərində ərəb dilində yazılar var. Əlbəttə bunu oxuyan araşdırmaçılar var. 1484-cü 15-ci əsrə aid bir cami. Amma içərisinə biz girə bilmirik çünki içərisi yenə bağlıdır. Burada deməli Süleyman Paşa vakıf çeşməsidir. Burada yığılan pullarla həmin bu bulaq istifadəyə verilir. Burada əllərini, ayaqlarını yuyub dəstəmaz alırlar. Gördüyünüz kimi su gəlmir. Az gəlir yəqin. Ay yox, gəlir. Su gəlir. Su da əllərini camidə. Əllərini yuyursun. Və burada da cami var. Cami belə bir camidir, qədim bir camidir. Deməli, hardasa 19-cu əsrə aiddir. Nisbətən biraz yeni bir camidir. Apartmanların kənarındadır. Ayaqqabılarımızı soyuq girəcək, başımızı da bağlayırıq. Gördüyünüz kimi bu cür məsciddir və burada tarixlər yazılıb. Hamısı çox mühüm. Əslində kiçik bir məsciddir, amma tarixi olan qədim bir məscid hesab olunur. Deməli, bu türbədir. Əvvəllər bu cür olubdu. Daha sonra təmir olubdu. Türbə 15-ci əsr. Əslində bunlar türklər 100 yıl deyirlər, amma bu görünür qədimdə əsr deymişlər və həmin əsrə aiddir. İçərini çəkməyə icazə vermədilər. Türbənin içərisi bax belədir. Başında da belə papaq var bunlarda. Bu cür Evliya Aynalı Sultan türbəsidir. Gəlib insanlar burada oxuyub dua oxuyurlar, ruhuna Fatihə verirlər. Yuxarısı bu cür sadə.